Dostlar, bir dənə də xəbər var, daha doğrusu xəbər tipi. Örnək verirəm, İrandan Azərbaycana gətirilən 47.400 kiloqram kartof yararsız çıxdığı üçün məhv edilib. Bu proses necə olur? Yararsız olduğu, yox o qədər tonun necə yararsız olduğunu təyin edib. Yox, çatanda fikir verir, yəni buna. Açır, durur ki, ay belə, bu nədir? İran neynədir, nə İran? Ümumiyyətlə, adətən belə şeylər. Amma pomidor yumurta Məsələn, zor gedir. Türkiyə Yunanistanla nəsə problem yaşayır. Amma getdilər. Məsələn, Türkiyədən Yunanistana gedən pomidorda Ay sağ ol. nə bilim nə virusu aşkarlanır, hamısı qalır Türkiyənin Belə bil ki, boynunda. acıqlarını meyvə Hə, tərəvəzdən pomidordan çıxırlar. Ən çıxırlar. çox bunu pomidorda Ay görürəm. sağ ol, Məsələn, hə. Ya yox, sərhəddə saxlayırlar. Pomidor da, təsəvvür pomidorsan və sərhəddəsən. Yəni nə qayıda bilirsən, nə keçə və bilirsən. siyasi vəziyyətə görə hər an əzilə bilərsən. Məhv edilə bilərsən. O zərərli pomidorlardan heç cürə yararlanmaq olmur. Məncə yararlanırlar. Atıram da nə bilim. Heç olmasa pomidor yumurta, pomidor yumurta olar yəni. Məncə 100% tomata zada basırlar onu. Məsələn, yəni onu Putin deyir ki, zad eləmirlər. hazırlayın göndərin Özbəkistana zad. Oradan bir 4 kilo gətir evə Kremlinlə. göndər bu İrana Zelenski. sanksiya zad var. İrana göndərirlər ki, alın tomat yeyərsiniz. Göndər Zelenski. Antakloska.